Salam hörmətli izləyicilərim. Bugün sizə belə diş dənəcikli bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da keçmiş videolarımda da toxunmuşam. İndi təzədən toxuyuram ki, baxmayanlar baxsın. Bu tək ilməklərdən əmələ gələn bir naxışdır. Toxunması da çox asandır. İlməkləri də bir tərs bir düz toxumuşam. Naxış bir tərs bir düzdən əmələ gəldiyinə görə belə toxudum. İndi kimsiz də istəsəz belə də toxuyarsınız. Kim başqa cür istəyər rezinkanı o cür də toxuyar. Belə toxuyanda asan olur. Ona görə ki, o düz naxış ilməklərin üstündə əmələ gələn bir naxışdır. Bu sapım da ki 100 qramlıq 250 metrəlik sapdır. Kim hansı sapdan istəsə toxuya bilər. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Bu biraz nazik sapdır. 100 qramlıq 350 metrəlik bir sapdır. Bu cür də istəsəz toxuya bilərsiniz. Bunu indi qısa formada yığacağım. Milimin üstünə ilməkləri 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ilmək yığıram, bəs eləyir bu naxışı toxumağa. İndi burada mən rezinka toxuyan deyiləm. Bir tərs bir düz toxuyacağım 2 sıra. Birinci ilməyi də toxuyuram birinci sıra olduğuna görə. Qalan ilməklərdə hamısını bir tərs bir düz toxuyuram. Tərs, düz. Axıra qədər bu formada toxuyuram. Tərs üzdən də yenə bir tərs bir düz. Tərslər tərs, düzlər də düz. İndi düz üzdən burada bir tərs bir düz toxudum. Bu hissəni kim nə qədər istəyir toxuya bilər rezinka hissəsini. Mən 2 sıra toxudum. İndi düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Düzləri də tərsləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən birinci sırada necə toxumuşduqsa tərslər tərs, düzlər də düz. Burada düzlər görünür. Bu tərs toxuduğumuzu bu yüzden yenə tərs toxuyuruq. Düz, tərs. Tərs üzdən hamısı olduğu kimi gedir. Bir tərs, bir düz. Heç bir dəyişiklik olmur. Düz üzdən yenə hamısını tərs toxuyuruq. Düz üzdən ilməklər hamısı tərs olur. Tərs üzdən bir tərs, bir düz.
Tərs üzdən yenə. Tərs üzdən hamısı olduğu kimi görünür. Bir tərs, bir düz. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri hamısının bir tərs, bir düz. Belə bu formada bir naxış alınır. Bu sap biraz nazikdir, ona görə belə alınır. Sap biraz qalın olanda belə diş alınır. Burada da alınıb, biraz xırda alınıb. Bundan bu naxışdan siz jilet, jaket, böyük üçün, kiçik üçün fərq eləməz. Papaq, uşaq adyalı, ürəyiniz nə istəsə toxuya bilərsiniz. Formada. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.